Salam, hər vaxtınız xeyirli olsun əziz dostlar, əziz izləyicilər. Bir müddət idi hər şeydən uzaqlaşmağa çalışırdım. Lakin gördüyüm, bildiyim müəyyən məsələlər var ki, insanı rahat buraxmır. Bildiyimiz kimi bir neçə illərdir rayonlarda baş verən kütləvi köçlər rayonun vəziyyətini demək olar ki, sıfıra indirib. Yaşayış həqiqətən çətinləşib və bu rayonlardan biri də yetim qalmış cənnət yardımlımızdır. Bugün səhiyyəsi sıfır, təhsili sıfır, sosial vəziyyəti sıfır və inanın ki, insan bir gələcəyi xəyal edərkən bugünkü durumun nə qədər acınacaqlı olduğunu göz önünə gətirir və buna görə də içində bir narahatçılıq hissi oyanır. Bugün bu kütləvi köçlər təbii ki, boş-boşuna deyil, insanlar heç bir zaman öz evlərini, öz yaşadıqları yurdlarını tərk etməzlər. Bunun bir səbəbi var. Bu səbəbin də ən başlıcası işsizlikdir, sosial vəziyyətin aşağı olmasıdır və buna görə də insanlar böyük şəhərlərə üz tutur. Orada bir keçərək qazanmaq üçün min bir əziyyətlə çalışır. Mən hər zaman istəmişəm və bugün də istəyim odur ki, rayonlarda sosial vəziyyət yaxşılaşması üçün müəyyən proqramlar hazırlansın. Həmin proqramlar çərçivəsində müəyyən iş yerləri açılsın. İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün kiçik də olsa nələrinsə olunması bugündən sonra ən azından köç etməyə niyyət edən insanlar və çörək dalacan qaçmaq istəyən insanlar bəlkə də bu yurtdan, bu doğma el-abadan uzaqlaşmaya. Əziz dostlar, təkcə bu məsələ yardımlıya aid deyil. Təbii ki, bir çox rayonlarımız bu vəziyyətdədir və məni bir Azərbaycanlı olaraq təkcə yardımlı deyil, bütün Azərbaycanımın hər bir problemi, hər bir çətinliyi narahat edir. Və ona görə də mən öncəliklə Cənab Ali Baş Komandana, Cənab Prezidentə müraciət edirəm ki, 44 gündə böyük bir qələbənin sahibi olduq. 44 gündə şəhidlərimizin, qazilərimizin canı qanı bahasına o müqəddəs torpaqları erməni işğalına azad elədik və orada infrastrukturun yaxşılaşdırılması üçün, insanların sosial vəziyyətinin normallaşması üçün və insanların ora köç etməsi üçün şərait yaradılması yönündə kifayət qədər addımlar atırsınız və bu addımlar alqışa layiqdir. Və mən xahiş edərdim ki, bu yetim qalmış cənnət yurdumuz yardımlı haqqında da kiçik də olsa bir ölçü götürəsiz, göstəriş verəsiz və bu virana qalmış artıq söz ağır sözdür və təəssüf ki, mən deyəndə insanın ürəyi ağrıyır. Amma bir daha çox təəssüf ki, belədir. Artıq evlərdə çaqqallar ulayır, tülkülər, çaqqallar yuva qurub yaşayır. Və bu dağılmış yurdu bir araya gətirmək üçün, bu insanların axınının qarşısını almaq üçün kiçik də olsa bir
iş görülsün. İnsanların en azından qazı olmayan kəndlərin qazlaşması yönündə yolu olmayanların yol çəkilməsi və kiçik də olsa iş yerlərinin açılması bu əhalinin rifah halının yaxşılaşdırılması üçün böyük addımlardan biri olardı. Və inanıram ki, bir gün səsim hər kəsə yetəcək və bu ürək ağrıcı, həqiqətən ürək ağrıcı vəziyyətdən xilas olmaq üçün hər hansı bir addımlar atılacaqdır. Hələlik bu qədər və inşallah yenidən çıxışlarım olacaq və yenə də bu mövzu haqqında söhbət açacağım. Təşəkkür edirəm hər birinizə.